Heç bir ölkənin torpağında gözümüz yoxdur. Amma bizim coğrafiyamızda heç kim sərhəd çəkə bilməz. Harada bir məzlum varsa, dost və qardaşlarımızın yanındayıq. Bunu etməsən, Türkiyəni böyüdə bilməzsən. Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib. Biz sıradan bir dövlət və ya millət deyilik. Biz Səlcuq və Osmanlı kimi iki böyük cahan dövlətlərinin mirası və təcrübəsini yaddaşında diri saxlayan bir millətin övladlarıyıq. Öz ölkəmizin sərhədləri içində qalacağıq və o sərhədləri qanımızla, canımızla qoruyacağıq. Bir ayağımız Ankarada, digər ayağımız başqa ölkələrdə sülh və ədalət mübarizəsi aparırıq. Digər tərəfdən Fələstində məzlumların yanında durur. Sudan da qanı dayandırmağa çalışırıq. Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq. Bunu etməsəniz, tarixə xəyanət etmiş olarsınız. Suriyanın yenidən qurulması və bərpasında iştirak edəcəyik. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cumhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyi ilə birbaşa bağlıdır, o bildirib.